var. Biri də odur ki, insanlara haqdan batili öyrətsin. Ümumiyyətlə, Qur'an, baxsaz Qur'ana, Qur'an nəyə görə gəlib? İnsanlara başa salsın ki, haqq nədir, batil nədir, doğru nədir, düzgün nədir? Qur'anın adlarından da biri Furqandır. Və bildiyimiz kimi, hətta Qur'anda Furqan surəsi də vardır. Furqan nə deməkdir, qardaşlar? Furqan sözlük mənası fərraqa, fərraqa bu feillərdən, bu sözlərdən gəlməkdədir. İki şeyi ayırt etmək deməkdir. Ayırt etmək, iki şeyi ayırt etmək deməkdir. Amma Qur'anın Furqana yüklədiyi məna nədir? O hansıdır? Odur ki, haqla batili ayırmaq. Doğru ilə yanlışın arasını ayırt etmək. Sən bir şey, bir məsələ olduqda, bir şeylər baş verdikdə biləsən ki, bu məsələ doğrudurmu, batildirmi, ya düz kimdir, düz olmayan kimdir?